Salam aleykum əziz müsəlmanlar. Keçən dərsimizdə biz şəddəni keçdik. Bu gün isə ikinci qaydamızı, yəni tənvini öyrənəcəyik inşallah. Həmçinin tənvinə aid müxtəlif sözlər də oxuyacaq. Neysə başlayaq. Bismillah. Deməli əvvəlcə tanış olaq ki, bilək ki, tənvin nə olan şeydir, nədir? Tənvin sözün sonunun nullaşmasıdır. Biz bundan əvvəl deməli demişdik ki, ərəb dilində 3 hərəkə var. Onlar hansılardır? Əgər hərfin üzərində bir xətt olarsa, buna fəthə demişdik. Hərfin aşağısında xətt olarsa, buna kəsrə demişdik. Və üzərində bu işarə olarsa, buna da dammə demişdik. Deməli, fəthə hərfin qalın və incə olmasından asılı olaraq deməli, ya ə, ya da A kimi oxunurdu. Kəsrə bir mənalı olaraq həmişə İ kimi oxunurdu və nəhayət dammə isə bildiyimiz kimi U şəklində oxunurdu. Həmən bu hərəkələrin üzərinə birini də artırdıqda olur tənvin. Yəni, fəthənin üzərinə daha bir xətt əlavə etsək, olur ən və yaxud da an. Bunu biz artıq əlifba dərslərindən bilirik ki, hərfin qalın və incə olmasından asılıdır. Kəsrə, yəni i olur in, dammə isə daha birini, özü kimi olanı birini də əlavə etdikdə bu işarəni olur un şəklində. Gəlin də misallar üzərindən baxaq ki, deməli, daha da aydın olsun. Əvvəlcə sözlərimizi oxuyaq. İlk sözümüz qa, sa, san. Qasasan. İkinci misalımız şə, ta, tan. Şətatan. Evet sözümüz ə, cə, bən. Əcəbən. Evet söz. Qa, bə, sən. Qabəsən. Son sözümüz qa, də, qan. Qadəqan. Demək, bu misalların hər birində fəthənin üzərinə tənvin qoyulubdur. Gördüyünüz kimi, deməli, sonuncu hərəkəsi fəthənin üzərində tənvin var. Elmi dildə buna fəthəli tənvin deyirlər. Baxın, əgər fikir verdinizsə, bu fəthəli tənvindən sonra əlavə bir əlif də yazılıbdır. Gördüyünüz kimi. Hər birində əlavə bir əlif də var. Bu da məhz fəthəyə xas xüsusiyyətdir. Yəni, o biri hərəkələrdə, yəni kəsrə və dammə ilə olan tənvinlərdə bu cür olmur. Bu nə üçündür? Hərəkəsiz yazıları oxumaq üçün. Çünki ərəb dilində yazılar adətən hərəkəsiz yazılır. Və bunu inşallah biz ərəb dilini öyrənməyə başladıqda daha yaxşı anlayacaq. Təbii ki, düşünə bilərsiniz ki, indi nə öyrənirik? Hələ ki biz ərəb dilini yox, ərəb dilinə oxumağı öyrənirik. Ərəb dilini oxumağı. Ərəb dilinə inşallah biz başlayacaq daha sonra, yəni oxumağı səlis bacardıqdan sonra keçəcəyik ərəb dilini öyrənməyə. Bəli. Eyni şəkildə kəsrəyə aid olan tənvində də olur. Yəni, elmi dildə desək, kəsrəli tənvində eyni hadisə baş verir. Gəlin də buna aid bir neçə misala baxaq. Bəli, ilk sözü oxuyaq. Kə, əlif üzərində skonanda səs batırsan ki, kə, s, in, sin, kə, sin, kə, sin. Evet, sözümüzü oxuyaq. Kə, bə, din, kəbədin. Sun, su, n, sun, du, sin, sundusin, sundusin. Evet sözümüz. Lə, hə, bin, ləhəbin. Bəli. Və sonuncu tənvinimiz isə dammaya aid olan tənvindir.
yəni damməli tənvin, elmi dildə desək. Burada da dammənin üzərində daha birini əlavə edirik. U olur un. Un şəklində tələffüz olunur. Bu tənvin, yəni damməli tənvin, o biri tənvinlərdən fərqli olaraq bir neçə cür yazıla bilir. Onların hər birini burada göstərim ki, tələbələr üçün kitab oxuyarkən çaşqınlıq meydana gətirməsin. Baxın, bir neçə forması var. Bu şəkildə yazılır. Sonra bu şəkildə də görə bilərsiniz. Həmçinin bu şəkildə də düşə bilir. Ondan əlavə daha 2 forması var. Bəli, 5 forması var. Ola bilsin, daha bir neçə forması da ola bilər kitablarda. Lakin gördüyüm qədərilə ən çox işlənənlər bunlardır. Bu tənvin o biri tənvinlərdən deməli, fərqli olaraq bir neçə yazılır, ancaq çətinlik törətmir. Nəyə görə? Çünki fəthə və kəsrədə və həmçinin fəthəli və kəsrəli tənvində cəmi bir xətt əlavə olunur. Xətti də rahat ayırmaq olur. Burada isə gördüyünüz kimi vergül işarəsinə oxşuyur və bu açıq-aydın damməli və kəsrəli tənvini açıq-aydın seçilir. Rahatlıqla yəni bunu seçə bilərsiniz. Odur ki, inşallah problem olmayacaq, çətinlik törətməyəcək. İndi isə gəlin damməyə aid, deməli, damməli tənvinə aid bir neçə misala baxaq. İlk sözümüzü oxuyaq. Və, y, vaylun, vaylun, xa, y, xayrun, run, xayrun, şə, cərun, şəcərun, bə, şərun, bəşərun, zulümətun, 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 mərahun, mərahun, hər, hərthun, hərthun, nəf, nəfsun, sun, nəfsun. Bəli. Bir də deməli şəddəli tənvinə, yəni şəddə ilə birgə işlənən tənvinə aid bir neçə sözə baxaq. Məsələn, Rabbən, Rabbən. Burada da açıqlamasında göstərilibdir. Rabbən, yəni bu söz bu şəkildə yazılmalıdır. Bu sadəcə o açıqlamadır, bunu yazmayın. Rabbən, növbəti söz. Rabbin, Rabbin. Açıqlamasında da yenə Rabbin şəklində gəlir. Bu açıqlamadır. Onu yenə də deyirəm, bu şəkildə yazmayın. Bunu yazmaq lazımdır. Rabbin. Növbəti Rabbun, Rabbun və Rabbun. Bunun açıqlaması, bu sözün açıqlaması budur. Bəli. Bu sözlərdə fikir verdinizsə, həm şəddə, həm də tənvin iştirak edir və açıq formada hər bir sözün qarşısında izah kimi yazılıbdır. Deməli, videonu saxlayıb diqqətlə sözlərə və onların açılışına baxın. İndi isə bir neçə nümunə oxuyub dərsi yekunlaşdıraq. Hə, b, ən, həbbən, bə, r, kiri və an. Bərran, çünki qalın hərfdir, ra hərfi. Cə, r, kiri və an. Cərran. Si, r, in. Sirrin. Hi,
L, iki qoşa L və in. Xillin. Sirrin. İkinci dəfə təkrar düşüb xəta olaraq. Durrun. Durrun. Zullun. Zullun. Ummun. Mus. Teridden. Musteridden. Musteridden. Mustehillun. 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 Bəli, deməli, bütün həm damməli, həm fətəli, həm də kəsrəli tənvinə aid misalları oxuduq və növbəti dərsimizdə inşallah mədd və çəkər haqqında məlumat veriləcək. Suallarınız, dərslə əlaqədar fikirləriniz varsa, videonun altında şərh bölməsinə yaza bilərsiniz. Kanallarımıza, xüsusən də Telegram kanalına abunə olmağı unutmayın. Çünki video baxdıqdan sonra öz biliyinizi orada yoxlama imkanınız olacaq. Bunun üçün sizə tapşırıqlar veriləcək orada. Videonu bəyənməyi və şərh yazmağı və digərləri ilə paylaşmağı da unutmayın. Məhz bu, videonun daha çox kütləyə, daha çox insana çatmasına birbaşa səbəbdir və onu da bilirik ki, xeyir işə səbəb olan o işi görmüş kimidir. Barakallahu fikum. Esselamu aleykum.